Amma indi mən sizə bir video göstərəcəm. Bir çeçen hansı Allah'ın taxtabaşlardan biri gedib orada za Rusiya vayıvçı eləməyə, işğala adam öldürməyə gedib orada. Saqqalını da bıraxıb bu qəhrəman oğlan da onun nəslini kəsiblər, nənələrini zorlayıblar. Öz xalqını gecə ilə yatağından çıxardıb bir dənə heç geyim də götürməyib, basıblar bunları yük qatarlarına göndəriblər Qazaxıstan çöllərinə, hardan gəlmişsiniz, gedin oraya, çeçenləri türk sayırlar da. Gedin ölün orada, bunun da nəvəsi saqqalından gedib orada Zarasiyev aymaq. Çünki mankurtun biridir də. Bu, taxtabaşın böyüyüdür, mankurtun biridir. O saqqalla döyür o. Amma görün, aqibət necə olur həmən taxtabaşına? Bilirsiniz də, Rus imperiyası bura gələndə də, bəzi taxtabaşlara göyə bura mədəniyyət gətirib, bura gələndə də imperiya, çürük imperiya, burada da bütün onlara satqınlıq ilə taxtabaşlar hamısı gülləliyib. Hamısını. Hamısını, hələ Heydər Qarayevdən tutmuş, hamısını, burada Musabəyevlə falan, hamısını gülləliyib. Çünki o da işlətdik, tarih çıxdı, getdi də. Onun üçün rasxobный material. İşte o çurkadır onun üçün. İndi görəcəksiniz, hansı Rusiyanın yüksək rütbəli dövlət rütbəli bir statuslu bir alçağı bizə çurka deyir. Və Azərbaycandan da nə qədər pul gedib ona. Ki Azərbaycanı tərifləsin, filan şey eləsin. Ha, ondan döyür, o pul vermə. Bir gün bizi görürsən, bir Rusiya bizi təriflə, Ermənistan əleyhinə. Burada elə var, taxtabaşlar elə fikirləşirlər. Və nə üçünsə bəzi şeylərə pullarımızı da bizim cibimizdən gələn pulları da bu alçaqlara xərcləyirlər. Onu birazdan sizə göstərəcəm. Amma indi göstərəcəm sizə Çeçeni. Baxın da, mən Çeçen milləti bizim dostumuz, qardaşımız və qəhrəman millətdir. Dudayevin və böyük şəxsiyyətlər yaradan bir millətdir, igid millətdir. Amma bu həmən o mankurt və taxtabaşdır. Baxın onun aqibətinə zəhmət olmasın. Ахмат Сила! Россия мой! Hadi Vurdular onu. İndi bunun aqibətinə bax. Çənəsə seçəcək indi, baxın fikir verin. Getmişdi Axmat Sila. Zarasiyevaya. Qəşəng onu Ukraynalılar başa salacaqlar indi, değil mi? Zapatujete, no. Əsər çənə. Əsəcək çənə, elə dələcəni, qarşıq gətirəcəklər sənin üçün ora. Baxın, aqibət budur. Satqınlıq eləyən xalqların da, toplumların da aqibəti belədir. Çənəsi əsəcək və olaraq o ifrazat üçün hansısa lazımlı belə qabı gətirəcəklər. Belə də ölməlidir.